fermamıza artıq yerləşdirmişik. Salamünaleyküm. Bizim qaynaq işlərini tutarıb, metal konstruksiya tamamlanır. İndi inşallah istipola keçmək istəyirik və izolyasiyanı eləyəndən sonra altdan dikləri bağlayacağıq. Bağlayandan sonra altdan yine istipollar başlayacaq tamamlanmalar. Zalımızdır hal-hazırda. Böyük bir zalımız olur. Canosimizdir. Böyük bir canosimizdir. 3'ün 2 qıta və burada bir otaq olur. Ondan sonra ikinci mərtəbəmizdə də bir dənə böyük bir yataq otağı yerləşdirmək istəyirik. Ayrı tərəfdən də kol qayıqadan da sökülüb yığılır. İçəri tərəfdən də mexanizmdə sökülüb yığılır inşallah. Şu anda sökülüb olandan sonra sökülüb, aparıb müştəriyə yerində təhvil verilir. Hal-hazırda bir gün sabah təmiz çıxarmalıdır. Metal təmizlənir, antifaz vurulur, su boyalanır. Bizim rəngsazımız da buradadır, öz məlumatlarını versin. Metal tam sürtüldükdən sonra üstündən antifaz vurulur və sonra boya vurulacaq.